Salam xanım. Salam, buyurun. Siz deyirsiniz ki, şaxtanın problemini, yəni sakin, yəni mənzildə yaşayan adam deməlidir sizə. Yəni yaxşı, bir də çöldən dediniz ki, düzəldir ya. Çöldə bəyən su trubası olur. Olursa, nə boyda? Bizdə məsəl üçün gəlir su truba şeydən, nədir? Padyezin ağzından 4-cü mərtəbəyə gəlir. Elə ora baxırsınız. O aşağıdan çıxır, yerin altından. Yerin altındakı mənzil 20 deməlidir. Şaxta deyil. İzah edə bilərsiniz, problem nədir? Bax, siz bayaq dediniz ki, şaxtadan əminə. O nə idi? O nə? Dediniz nə idi? Şaxtadan dediniz nə düzəldi? O şaxta nədir? Şaxta harada yerləşir? Sizdə imzanızda Baxam, şaxta harada yerləşir? Blokda, məsələn. Hə, blokda deyirəm də, birinci mərtəbədə. Xəttində. Bir dəqiqə, blokdan, yəni yerin altından çıxır truba. Orada qırıqdır. Ay sağ ol. Orada qırıq. Bir dəqiqə, Nəsirova qırıq deyil. Qulaq as, nə söz qatırsan araya. O truba çıxır, o aşağıdan, yerdən. Oran qırıq deyil, oranı da düzəltmədilər. Yanından yamayıb gedirlər, axıdır hələ orada. Hələ nəysə, sonra oradan 4-cü mərtəbəyə qədər baxır. Ya 5 mərtəbəli binadır. Ora qədər baxırsınız, pul alır, o boyda tutar. Maaş alırsınız. Sayqacınız hardadır? Siz götürürsünüz, bir maaş alırsınız. Nə bilim, o bu 2 nömrə. Ay xanım. Maaşdan danışacaqsınız. Siz onları Ben niyə istəyirsiniz? Maaş alırsınız, işinizi niyə görmürsünüz? O boyda da maaş alır ha. Yox, hep 1-ci mərtəbədən 5-ci mərtəbə. Siz deyirsiniz ki, evin içinə baxmırsınız. Evin içi, yəni su ancaq padyezdən aşağıdan, yəni 1-ci mərtəbədən 5-ci, 9 mərtəbə olsun. 9 mərtəbəyə bax, yəni nə deməkdir bu? O boyda, deyirsiniz ancaq ora baxırsınız. O boyda ustalar ancaq elə şeyə baxır. Nə deyirsiniz? Sizə görək. Eşdirəm. Niyə cavab vermirsiniz? İmzanızı bildirsiniz, qeydiyyat alın. Bayaq deyirsiniz ki, evin içinə baxmırlar. Mən nəyə qeydiyyat alın? Mən sizi izah etdim. Qəbul etmişsiniz, qeydiyyat alın, bildirim qəza xidmətinə yazılırsın. Dediniz, qəza xidmətinə bildirsən də gəlməyəcək. Mən niyə bildirim ki, ünvanı? Siz niyə zəng vurdunuz, xanım? Açana, nə özümlə ilişdim qaldı, nə bu telefonda. Mən Azərbaycanca danışıram. Siz bəlkə başa düşmürsünüz Azərbaycanca. Amma qəşəng danışırsınız. Mən açıq deyirəm də, 1-ci mərtəbədən mən 4-cü mərtəbədəyəm. 5-ci mərtəbəli binadır. Siz deyirsiniz ki, ancaq çölə baxırlar. Çöl ancaq, bir də şaxta dediniz, o da bilməm harada yerləşir. Nə şaxtaydı, harada yerləşir? Orada ustalar var ha. Onlar maaş alır, nəmliyini, evin içinə baxmır, 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər turbanı remont eləmək sonra boyda usta var orada. Nə tər şeydir ha bu? Yaxşı, gecəz xeyrə.